diqqətimi çəkən nüans psixoloji təhlükəsizlik məsələsidir ki, bütün iş mühitində psixoloji təhlükəsizlik olmalıdır. Və insan öyrəndiklərini tətbiq etmək üçün də o mühit olmalıdır şirkətdə. Psixoloji təhlükəsizlik bu baxımdan baxırdım ki, təşkilatın inkişafa da təsir göstərə bilər. İnsan öyrəndiklərini tətbiq eləmirsə, şirkətdə o mühit də yoxdursa, inkişaf da getməyəcək. Psixoloji təhlükəsizlik çox vacib məqama toxundun. Psixoloji təhlükəsizlik belə dinləyənlər üçün deyək, dediyin sözə görə, açıqladığın fikrə görə deyək ki, təqibə məruz qalmamaq deməkdir. Yəni rahat, qorxmayasan, nəyisə deyəndə fikirləri ver. Bunlardan biri elə bayaq dediyimiz o bilmədiyini etiraf eləməkdir. Psixoloji təhlükəsizlik birbaşa təsir edir. Ona görə də psixoloji təhlükəsizlik buradan davamlı öyrənməyə dəstək və ya mane ola bilər. Yəni hər kəs sual verməyə qorxmursa, bilmədiyini etiraf etməyə qorxmursa, deməli psixoloji təhlükəsizlik var, deməli inkişaf var, davamlı öyrənmə var.